Bugün atamın vəfatından tam-tamına 13 il keçir. Bu yaxınlarda Instagramda bir xanımın atasının ad günü niyyəti ilə ehsan payladığını gördüm. Düşündüm ki, bu çox gözəl addımdır. Mən düşünürəm ki, həyatımızın bütün çətin dönəmlərində yanımızda olmayan və ən azından ehsan verərkən belə gəlib süfrəmizin başında oturub nə çatışır, nə çatışmır deyə və yaxud da bir müddətdən sonra qeybətə keçən qohumlardansa heç tanımadığım, ehtiyacı olan və yaxud da olmayan, yaxşılığı toxunan insanlara ehsan etməyi daha münasib bildim. Atama qalanda isə əsla yaxşı insandır, belə idi, elə idi demək istəmirəm. Hər kəsin atası əlbəttə ki, onun üçün əzizdir. Deyirlər ki, atanı itirdiyin yaşda yox da, sırf ailə qurandan sonra, biraz daha böyüyəndən sonra boşluğunu hiss edirsən. Allah dünyadan köçən bütün valideynlərə rəhmət eləsin.